İmam Əli əleyhissalam buyurur ki, ma əksərəl ibər və əqəlləl i'tibar. Dünyadan ibrət götürüləsi şeylər çoxdur, amma götürənlərsə çox azdır. Barıb, heç olmasa tarixə yox, yaxın keçmişimizə biz baxsaq ki, İmam Hüseyin əleyhissalamın məclislərində, onun ziyarətində edilən o qadağaların nəticəsində nələrlə qarşılaşıblar, kaş insanlar bunu ibrət alıb və nəticə götürüydü. Bugün bir neçə müsibət barəsində danışacaq. Onlardan biri İmam Hüseyin əleyhissalamın dövründə ən böyük müsibətlərdən biri İslamın müsibəti idi. İslamın başına gələn hadisələrdən idi. İslam İmam Hüseyin əleyhissalamın dövründə qərib idi, qürbətdə idi. Bəzi sözlər var, adam müəyyən səbəblərdən tam çılpaq şəkildə deyə bilmir. Amma kaş bu İslam tarixini bir vərəqləyirdilər, kaş İslam tarixi ilə yaxından maraqlanıydılar.